Gəldilər, dedilər, 3 nəfər idilər. Dedilər, ya Ali, biz 3 nəfərik, 17 dəvə qazanmışıq. Amma bu 17 dəvənin yarısı bunundur. Hərə öz payızını aparır. Qoyduğum mayanın mənfəətini aparır. 3'dən biri ikinci adamındır, 9'dan biri də üçüncü adamındır. Hər nə qədər istəyək bölək dəvəni, amma bunların heç birisini kəsməyək, diri bölək mümkündür. Çünki 17 dənənin yarısı olur 8 para. Biz istəmirik ki, dəvələr bölünsün. Diri-diri istəyirik hanı payına aparsın. 6'dan 1 olur 5 dəvə, bir də birinin 70% təxminən. 9'dan biri olur bir dəvə, bir də 80%. Bir dəvənin 80%. Bu mümkündür biz üçün. Deyir, ağa dedi ki, yaxşı oturun, oturdular. Dedi, mənim bir dəvəm var, verirəm sizə, qoşuram sizin dəvəzə. Dəvə oldu neçə dənə? Dedilər, ağa, oldu 18 dənə. O birinci adam yarısını aparacaqdı. Dedi, sən 17 dəvədən nə qədər aparacaqdın? 8 yarı, 8 dəvə bir də parası. İndi neçəsini aparırsan? 9 dənə. Razısan? Dedi, əlbəttə ki, razıyam. Biraz da çox oldu mənə. Dedi, yaxşı, 9'u sənin. Sən neçəsini aparacaqdın? 3'dən biri. 3'dən biri neçə eləyir? 5 dəvə, bir də bir dəvənin 70%. Amma 18 dəvənin 3'dən biri nə xəd elər? 6 dənə. 6 dəvə də sənin. Dedi, hə, razıyım, 20% də mənə artıq düşdü. Sağ ol. Yaxşı, 9'dan biri də sənə çatacaq. 17'nin 9'dan biri olar bir dəvə, bir də bir dəvənin 80%. Amma 18 dəvədən 9'dan biri elər 2 dəvə. Dedi, hə, mənə də çox çatdı. Payımdan çox. Yaxşı, 9'u sənin, 6'sı da sənin. Neçə oldu? 15, ikisi də sənin. 17 dəvəmi verir gözümə.